bu cür həyasızcasına bir başqa müstəqil dövlətə qarşı, qədim dövlətə qarşı bu cür elədiyi hücumları, bu cür barbarcasına balaları, cavan uşaqları, 170 dənə qız uşağını öldürməsi, 175. Bu onu göstərir ki, artıq heç bir qayda qanun qalmayıb dünyada və məsələlər tam başqa cür olacaq. Bugün dünyada artıq Rusiya, İran, Çin çox məsələlərdə artıq söz sahibi olacaqlar. Bəzi hələ çətinliklər var, onları da inşallah görəcəyik, həll olunacaq. İrandakı, bilirsiniz də, Hörmüz boğazından hər hansı bir, əgər gəmi keçirsə, əgər onlar Amerikanın, demək, Amerika ilə əgər müttəfiq deyillərsə və orada müəyyən muzlar, pullar ödənməlidir. Onun dollardan götürmür artıq İran. Onun yuan ilə götürür, yuan ilə.